Şiba, bir də xoş gəlmişsən. Söz. Adın nə sənin? İsmail. İsmail. Tanış olun. İsmail. Arkada gördüğünüz sistem blokunun hamısını, bütün detallarını, yəni prosesorudur, platası nə olsun, video kartası nə olsun, bunların hamısını öz seçim. İsmail, neçə yaşın var? Neçədə oxuyursan? 13 yaşıma girdim. 132-134 nömrəli təhsil kompleksində oxuyuram. İsmail'in bu günəm ad günüdür. Xahiş edirəm, bu videoya baxan hər kəs İsmail'i təbriklər eləsin, gözəl sözlər yazsın. Təbrik yazan hər kəsə təşəkkür edirəm. Biz sənə hər şeyin ən gözəlini arzuyuruq. Bu kompüter sən kim aldı? Mənim atam alıb, ona can sağlığı diləyirəm. Bəyəxlam. Çoxdan da istəyirəm. Bəyəxlam sən, elə onu deyim, kadr arxası. Bəyəxlam atasına yaxınlaşdı, mənə çox ləyəs elədi. Dedik, çox sağ ol, hər şeyə görə qucaqladı, ona təşəkkür bildirdi. Bunu hamı eləmir, həmişə belə olur. İndi belə bir şey deyil. Sən bu kompüteri nə edirsən? Onu da danış. Mən bu kompüteri birinci dizayn üçün, bu yaxınlarda da kursa getmək planlaşdırıram da demək. Yəni atam da istəyir. Amma onu oynayırsan da. Oyun da indi arada bir olmalıdır da. Bu boyda bu qədər güclü kompüter varsa deməli oyun olmalıdır da indi. İsmail bu gündən danışaq nə götürdü bizdən. Seçimi i5 12-ci nəsil oldu. Prosesor 16 GB RAM idi. 5 GB SSD-dir, amma gələcəkdə 1 TB xaricdə yanına qoymağı planlaşdırır yaxın günlərdə. 16 RAM dediyi, video kartı 8 GB-dır. RTX 3050. Monitor 24 inçdir. Klaviatura və Wi-Fi adaptör, ikisi də olsa bizdən sənə hədiyyə oldu. Çox sağ ol. İsmail, mən sənə ad gündə hər şeyin ən gözəlini arzulayıram. Sənə inşallah 40-90-la, 50-90-la kompüterlər qismət olsun. İnşallah. Dizayn kurslarıdır, digər şeylər. Bunların hamısına geçək yiyələn. Boş vaxtın olanda oyunda oynaya bilərsən və vaxtın da olanda nə sualın olsa, nə lazım olsa nömrəni bilirsən. Mənə zəng edə bilərsən, gələrsən. Buradan salam göndərmək istədin, nəsə bir söz demək istədin, kimsə varmı? Ailə üzvləri. Ailə üzvləri. Xeyirli olsun. Çox sağ ol. İsmail üçün xeyirli olsun. Bu günlə bir daha deyirəm, İsmail'ın ad günüdür. İsmail çoxdanandır. Biz danışırdıq, söhbət edirdik. Nəhayət ki, qismət oldu, gəldi atasıyla birlikdə. Və İsmail buradan adətəniyə uyğun olaraq bizi izləyən çox insanlar var ki, onların kompüterləri yoxdur, hələ də arzusundadır. Onlara inşallah onların da kompüteri olar, onlara arzulayıram. Yəni o kompüter olmaq hissi biraz şeydir, yatmaq. Gözəl bir hissdir. Dərindən yatmırsan sən? Yox, olmur da, o qədər həvəsindəyəm ki, bu kompüterin. Biz danışana kimi kompüter şeyə getdi, bir video alınır, neçə o. Amma o həyəcan gözəl bir şeydir. Mən sənə qəşəng başlayıram, çünki mənim özümün kompüterim 36 yaşımdadır. Mənim belədir, normal bir kompüterim, güclü kompüterim 36 yaşında olur. Həyəcanın yaşanma yoxdur. Mən səni təbrik edirəm, xeyirli olsun, bundan geçək kompüter sənin qismət olsun. İnşallah. Seçimin həmişə ikondan olsun. Çox sağ ol. Və olacaqdır. İnşallah. Sağ ol. Sağ ol.